təzyiq ölçəndir. Hər kəsin təzyiq ölçən adı ilə bildiyi bu alətin əsl adı elmi dildə termometrdir. Bunun hissələri var. Məsələn, bu fonendoskopdur, bu rezin balondur, bu manjetdir, bu isə manometrdir. Burada isə ventil var. Daha sonra isə təzyiq maksimal və minimal olur. Maksimal olduqda, yəni orta yaşlı insanlarda maksimal əsasən 110 və 120 arası olur. Minimalda isə 70-80 arasında olur. Əgər təzyiq normadan aşağıdırsa, bu zaman bu hipertoniya xəstəliyinə yol aça bilər. Bu zaman isə böyrəklərə ciddi zərər verə bilər. Bir də hipertoniya xəstəliyi var. Bu isə təzyiqin normadan aşağı olmasıdır. Bu zaman isə beyində oksigen çatışmazlığına bu səbəb ola bilər. Bu gördüyünüz samyon təzyiq aparatı bilir, lakin əsl adı tonometr olan əşyadır. Tonometr təzyiqi ölçmək üçün istifadə olunur. Bu rezin balondur, bu manjetdir, qola taxılır. Bu fonendoskopdur, bu isə manometrdir, yəni ölçünü göstərir. Ən yüksək təzyiq 110-un 120-dir, ən aşağı təzyiq isə 70-in 80-dir.